Artıq verilişimizin birinci saatında düşünürəm ki, buna dair kiçik anonslar təqdim etmişdik. Dənizkənarı bulvar bu ilki yeni illi yeni tərtibatda qarşılayır dedik və yarmarka quraşdırılan oturacaqlar dekorativ elementlərlə diqqət çəkib. Ən diqqət çəkən yeniliklərdən biri şəhərin ilk açıq hava buz meydançasıdır. Buz meydançasına bir çoxunuz maraq göstərirsiniz. Həm də ümumiyyətlə Avropada, eləcə də digər ölkələrdə biz bilirik ki, bundan çox aktiv şəkildə istifadə olunur. İnsanların ən çox sevdiyi fəaliyyət növlərindən biridir. Rəqsanə İbrahimzadə elə bizə yarmarkadakı xüsusi hazırlıqdan danışacaq. Rəqsanə, hər vaxtın xeyir olsun, salamlayıram səni. Buyur, söz səndədir, orada atmosfer necədir, səndən eşidəyim. Salam Çinarə, sabahınız xeyir olsun. Bəli, artıq demək olar ki, paytaxt Bakı yeni ilə demək olar ki, tam hazır vəziyyətdədir və müxtəlif ərazilərdə yarmarka təşkil olunub yeni illə bağlı. Biz də hazırda həmin ərazilərdən birindəyik. Dənizkənarı bulvar ərazisində yeni il yarmarkası təşkil olunub. Dünən axşam 7-dən etibarən artıq fəaliyyətə başladı. Səhər saat 11-dən axşam 11-ə qədər fəaliyyət göstərir və burada bir sıra müxtəlif stendlər də var. Yəni stendlərin sayı demək olar ki, çoxdur. Səhər saat 11-dən etibarən dediyimiz kimi fəaliyyətə başlayacaq və burada ötən ilki yarmarkadan bir qədər fərqli məqamda var. Onu da elə göstərmək istəyirəm. Dünəndən etibarən sosial şəbəkələrdə də bununla bağlı paylaşılır görüntülər. İnsanların marağındadır. Kiçikdən böyüyə hər kəsin ilk açıq hava buz meydançası da ərazidə var. İndi hələ ki yarmarka saat 11 tamamdan etibarən fəaliyyətə başlayacaq. Bu da açıq hava buz meydançasıdır və buranın axşam mənzərəsi tamamilə başqa olur. O qaranlıqda buradakı yanan işıqlar tamamilə əsl yeni il havasını özündə hiss etdirir və yarmarka ilə bağlı mən daha detallı informasiyanı əldə etmək üçün Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyevaya üst stajı xoş gördük. Əfsanə xanım, yarmarka ilə bağlı bura gəlmək istəyənlər nə ilə tanış olacaqlar, nələr təşkil olunub onlar üçün sizdən eşləyək ətraflı informasiyalara. Sabahınız xeyir olsun. Deməli, bu il Dənizkənarı Bulvar İdarəsi yeni yarmarkasına xüsusi təmtəraqla hazırlaşıb. Özünüzün də gördüyünüz və qeyd elədiyiniz kimi bir sıra yeniliklər var. Üslub, dizayn, tərtibat baxımından tamamilə fərqlidir ötən ilki yarmarkalardan. Burada bir növ kiçik şəhərciyi xatırladacaq bir ambiyans qurulub. Nəzərinizə çatdırım ki, əvvəl ötən il əgər sadəcə qidalanma ilə məhdudlaşırdısa yarmarka, bu il artıq əyləncə zonası da yaradılıb. Əyləncə zonası arasında yeniliklərdən biri də odur ki, bir qədər əvvəl sizin də qeyd elədiyiniz kimi açıq hava şəraitində ilk buz meydançası yaradılıb. Ünna Studiyanın hazırladığı, eyni zamanda Nərgiz Fondunun təşkilatçılığı ilə yaradılan bu buz meydançası 750 kvadrat metrlik bir geniş ərazini əhatə edir. Bu da rahat şəkildə burada meydançada buz sürməyə, konki sürməyə imkan yaradır, şərait yaradır. Burada təkcə peşəkarlar yox, eyni zamanda həvəskarlar da özlərini sınaya bilərlər. Öyrənmək üçün də, konki sürməyə öyrənmək üçün də bir növ vasitə ola bilər. Nəzərinizə çatdırım ki, buz meydançası keyfiyyət nişanı olaraq beynəlxalq təhlükəsizlik və keyfiyyət standartı ilə tam təmin olunub. Təhlükəsiz, rahat şəkildə gəlib öz istirahətini həm paytaxt sakinləri, eyni zamanda şəhərimizin qonaqları təşkil edə bilərlər. Əfsanə xanım, bu yarmarka hansı tarix aralığında fəaliyyət göstərəcək? Yəni, insanlar bilsin, işlərin planlarını ona uyğun qurub gəlsinlər, yarmarkadan zövq alsınlar. Yanvarın ortalarına qədər fəaliyyət göstərəcək. Daha doğrusu buz meydançası yanvar ayının 5-nə qədər fəaliyyət göstərəcək, amma yarmarkanın özü yanvar ayının ortalarına qədər fəaliyyətini davam etdirəcək. Təşəkkür edirəm ətraflı informasiyalar üçün. Elə burada quraşdırılan stendləri biraz ətraflı kadrlarda sizə diqqətinizə çatdırmaq istəyirik, göstərmək istəyirik. Burada stendlər quraşdırılıb çox saylı və insanlar gəlib bura həm qidalardan əldə edə bilərlər saat 11 tamamdan etibarən, həm də burada əyləşmək üçün güşələr də var ki, məhz burada əyləşərək heç bir şey almadan belə məhz buradakı mənzərənin dadını belə deyə çıxara bilərlər. Burada olan mahnı, yəni musiqilər, səsləndirilən musiqilər, müxtəlif işıqlar axşam vaxtı tamam başqa görünür və elə içimən qarışıq bir çox şəxsin marağındadır və elə yeni il havasını hiss etmək istəyənlər məhz axşam 11-ə qədər, səhər saat 11-dən axşam 11-ə qədər Dənizkənarı bulvar ərazisində yerləşən yeni il yarmarkasına üst tuta bilərlər. Yarmarkadan çatdıra biləcəkləriniz bu qədərdir. Sözü yenə sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatı bizimlə bölüşdüyünə görə.